Hər vaxtınız xeyir. Bugün birlikdə həm yumşaq, həm də yüngül dadıyla hər kəsin bəyənəcəyi ballı quş südü tortu hazırlayacağıq. Gəlin vaxt itirmədən reseptə keçək. Əvvəlcə qazana şəkər tozu, kərə yağı, süd və bal əlavə edib qoyuram qaza. Kərə yağı əridikdən sonra sodanın üzərinə sirkə əlavə edib, həmin qarışımın üzərinə əlavə edirəm. Qarışımın rəngi ağarıb, köpüklənməyə başlayacaq. 1-2 dəqiqə qarışdırıb, qazı söndürüb götürürəm. Daha sonra üzərinə yumurtaları əlavə edib qarışdırıram. Unun üzərinə vanil, qabartma tozu əlavə edirəm. Sonda unu hissə-hissə əlavə edərək yumşaq xəmir yoğururam. Xəmirin üzərini örtüb qoyuram soyumağa. O soyuyan müddəti kremin hazırlayıram. Kremi üçün yumurtanın üzərinə un, qarğıdalı nişastası, vanil, şəkər tozu əlavə edib, daha sonra südün bir hissəsini əlavə edib qarışdırıb, yaranan topaqları açıram. Sonra isə südün davamını əlavə edirəm. Qazın orta ateşində qoyuram bişməyə. Dayanmadan qarışdırıram. Qaynamağa başladıqdan sonra 2 dəqiqə daha qarışdırıb ocaqdan götürürəm. Üzərini streçləyirəm, qoyuram soyumağa. Daha sonra soyumağa qoyduğum xəmiri hissələrə bölürəm. Kündəliyirəm və oxlovla açıram. Açdığım xəmiri yağlı kağız üzərində əvvəlcədən isidilmiş sobada qoyuram bişməyə. Daha sonra soyuyan kremin üzərinə qaymaq əlavə edib mikserlə qarışdırıram. Hazır olan kremi qatların arasına çəkirəm.
Ən üstünü kremləmirəm və əyri hissələri bucaqla kəsirəm. Düzgün forma verirəm. Üzərinə şokolad qlazuru hazırlayıram. Duru yağın üzərinə kakao əlavə edib qoyuram ocağa. Qaynamağa başladıqda üzərinə şokolad əlavə edib əriyənə qədər qarışdırıram. Daha sonra hazır olan tortun üzərinə əlavə edirəm. Hər tərəfinə bərabər şəkildə yayıram. Ən azı 6 saat. Daha yaxşı nəticə üçün isə bir gecə soyuducuda saxlayın. Beləliklə qatlar yumşalacaq və tort daha ləzzətli olacaq. Nuş olsun. Resepti bəyəndinizsə, videonu bəyənməyi, paylaşmağı və yeni reseptlər üçün kanala abunə olmağı unutmayın.